9 yaşında onunla birlikte olduğu diyen bir təfəkkür, bir din, bir hədis anlayışı ola bilərmi? Fikirləsə nəyi gətirir, hansı məsələni? O məsələni gətirir ki, bizim cəmaat işləyir də, yəni Rusiyada publika işləyir. Cəmaat görür, nəyi qəbul eləməz, onu gətirir. Hiləgərdir. Təsəvvürlə, o vaxtın urfun gətirir, o vaxtın adəti. Hansı ki, o vaxtı o şey adi bir şey idi. Məryəm Yusuf Nəccarla, İsa'nın anası. Yusuf Nəccara gedəndə Məryəmin 12 yaşı var idi, Yusuf Nəccarın 94. Yəni o vaxtı bu şey adi idi. Adi idi. O vaxt urf belə idi. Nəyin ki o vaxtı? Bir 100 il, 150 il bundan qabaq bizim nənələr, babalar tez evlənirdilər. Hətta nəyin ki bizdə müsəlmanlarda, başqa dinlərdə də tez evlənirdilər. Avropada və s. Tez evlənirdilər. Burada bir şey yoxdur. Sadəcə insanlar uzaqdır o bilgilərdən. İnsanlara belə təqdim edirlər ki, bu nədir?